Uşaq daşlayır, ananın başı qarşı, bir dənə hürən kimi deyirlər ki, pay hürdü, yeyəcək, elə şey yoxdur. Sumqayıt şəhərində küçə itlərinin öldürülməsi bəzi insanların narazılığına səbəb olub. Heyvansevərlər iddia edirlər ki, belə halların baş verməsi yol verilməzdir və bu məsələ ilə bağlı daha humanist yanaşma tətbiq olunmalıdır. Gecə saat 4-də 5-də düşürlər bu Sumqayıtın canına və yaxud başqa bölgələrdə. Hamısı bilkalı itlərdir, heç kimlə işi yoxdur. Zaten insandan qorxurlar. Nə verirlərsə, nankörcasına, vicdansızcasına nə verirlərsə, içi çalatı dağılır heyvanı. Nəyə görə? Elə hürməkləri var. Hürürlər, yaxşı eləyirlər. İnsan danışır, o da hürür də. Bununla bağlı kimə müraciət eləyək? Dövlət orqanlarına müraciət eləyirik, baxan yoxdur. Sonra icra hakimiyyətinə müraciət eləyirik, baxan yoxdur. Balaca uşaqlar çıxıb qarajdan itin başına daş dəmir atırlar. 1000 cürə əzab verirlər. Onun balaları öldü, tərəf oldu. Bunu Allah yaradıb, sizə qurban olun. Sonra deyirik ki, heyvanlar bizim uşağımızı tutub. Uşağa tərbiyə vermək lazımdır. Bala, bunu eləmək lazım deyil, yaxşı deyil, günahdır. Onu da Allah yaradıb. Biz 2020-ci ildən Sumqayıtda bütün heyvanları öz hesabımızda könüllü olaraq qısırlayırıq, peyvəndləyirik. Ancaq bizim işimizin qarşısına onların hamısının ölüsünü tapırıq, zəhərlənmiş, güllələnmiş tapırıq, həkimlərə çatdırırıq. Amma onlar öldürməyə davam edir. İndi Sumqayıta gəlsəz çox az sayda bir kalı it tapa bilərsiniz. Çünki çoxunu öldürüblər. Çöllərdə itin yerinə qoyun gəzsəydi, üzr istəyirəm, induşka, toyo cücə, hər bir kəs onları oğrayıb evinə aparardı. Bizə də hər yerdə kommentlərdə falan yazırlar ki, öz evlərinə aparılsın, belə yaxşısı evdə. Üzr istəyirəm, mənim əgər evim ruslar demişkən bez razmeri olsaydı və loru dildə rezinovый olsaydı, ölçüsüz və rezindən olsaydı, vallahi bütün itləri yığardım. Sumqayıt şəhər icra hakimiyyətindən isə bildirilib ki, son günlər şəhər ərazisində sahibsiz itlərin ölümü ilə bağlı yayılan məlumatlar narahatlıqla qarşılanır. Bu məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılacaq və baş vermiş halların səbəbləri müəyyən olunaraq müvafiq tədbirlər görüləcək.